mərkəzinin deməli 3-cü siniflər üçün olan sınavına baxırıq. 126 vurulsun 4. 6 və 4-üm 24 2 yadda. 2 və 4-üm 8, 1 yadda vardı 0. 1 yadda, 1 və 4-üm 4. 1 yadda vardı 504. Daha sonra gəlin bura baxaq. Deməli 379 bərabərdir 268. Üstə gəlsin 3 dənə eyni rəqəmdir. 3 dənə kubikdir. Deməli 379-dan 268-i çıxırıq. 1, 1, 111. 111 bərabərdir. Nəyə? 3 dənə eyni kubikə bərabərdir. Deməli biz həmin kubiki tapmaq üçün 111-i bölürük 3-ə. Kubik də bərabərdir 37-yə. Doğru cavab budur. Keçək bir dənə növbəti suala baxaq. Deməli burada A6, A və 5 bunların cəmi 19-a bərabərdir. 5-in 6-nın toplamında 11, 19-dan da 11 çıxanda necə 8 deməli burada nə olmalıydı? 8 olmalıydı.